Ermənistanın baş naziri Nikol Paşinyan Moskvaya işgüzar səfərə gedib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb. O, Ümumdünya Atom Həftəsi forumunda iştirak edəcək. Forumdan sonra Rusiya prezidenti Vladimir Putin xarici ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirməyi planlaşdırır. Nikol Paşinyan Ermənistanın keçmiş prezidentlərinin Azərbaycana ekstradisiya olunması prosesinə başlayıb. Bu barədə Ermənistanda Hayakuye hərəkatının üzvü Menua Sogomonyan deyib. Sogomonyan paraflanmış sülh sazişinin 8-ci maddəsinə diqqət çəkib. Stat. Orada bildirilir ki, tərəflər separatizmə qarşı mübarizə aparmaq öhdəliyi götürür. İndi Nikol Paşinyan keçmiş prezidentləri, keçmiş qondarma Qarabağı dəstəkləməkdə, separatizmi müdafiə etməkdə itham edəndə bunu nəzərdə tutur. Dündən etibarən sosial şəbəkələrdə Nikolun tərəfdarlarının keçmiş prezidentlərin ekstradisiya edilməsi ilə bağlı tələblərini gördük. Düşünürəm ki, bu baş verə bilər. Artıq keçmiş prezidentlərin ekstradisiya edilib edilməməsini müzakirə edirik. Deyəcəklər ki, onları təhvil verməsək müharibə olacaq, o bildirib. Qeyd edək ki, Paşinyan Ermənistanın keçmiş prezidentlərini Levon Tel-Petrosyanı, Robert Köçəryanı və Serj Sarkisyanı 18 yaşlı erməni əskərləri Ermənistan sərhədlərindən kənarda Qarabağda yerləşdirməkdə günahlandırıb.